Salam dostlar, Shortcast'ın bugünkü epizodunda mən sizə Angela Duckworth'un Grit adlı kitabında yer alan eyni adlı konsept haqqında danışacağam. Grit sözünü dilimizə tərcümə etmək biraz çətindir, amma ümumiləşdirsək buna mətanət və ya dözümlülük kimi baxa bilərik. Müəllifin dili ilə desək, Grit istedadla deyil, inadla qalib gəlməkdir. Angela Duckworth hələ məktəbdə müəllim işləyərkən belə bir şey müşahidə edir ki, uzun müddətli yarışlarda ən istedadlı şagirdlər deyil, ən dözümlü və ən inadlı olanlar qalib gəlir. Duckworth bu mövzuda ən məşhur araşdırmalarından birini West Point hərbi məktəbində aparır. Bu məktəb yalnız ən yüksək IQ-yə, ən yüksək fiziki hazırlığa və ən yüksək akademik nəticələrə sahib olan tələbələri qəbul edir. Lakin buna baxmayaraq, proqramın ən çətin ilk 7 həftəlik dönəmində yüzlərlə tələbə davam etməkdən imtina edir. Sona qalan tələbələrlə test aparan Duckworth bir daha əmin olur ki, bunların ortaq özəlliyi özünün də Grit Index adlandırdığı göstəriciyə sahib olmalarıdır. Müəllif deyir ki, Grit'in iki tərkib hissəsi var. Birincisi passion, yəni həvəs, ikincisi isə perseverance, yəni dözümlülük. Buradakı passion anlayışı əslində həvəsdən biraz daha artığıdır. Çünki bu qısa müddətli emosiyalar yox, uzun müddətli maraqdır. İllərlə səni eyni məqsədə doğru aparan daxili enerjidir. Burada olan perseverance anlayışı da dözümlülükdən biraz daha fərqlidir. Çünki bunun içərisində bir davamlılıq da var. Bu çətinliyə, yorğunluğa və uğursuzluğa baxmayaraq yoldan dönməməkdir. Angela deyir ki, istedad başlanğıcdır, amma əsl fərqi Grit yaradır. Çünki istedad bir şeyi bacarmaqdırsa, Grit bacardığın şeyi tərk etməməkdir. Bir sözlə desək, bütün qapıları istedad aça bilər, amma qapının arxasına keçənlər yalnız Grit sahibləridir.